Ölkədə keçən qeyri-sabit hava şəraiti ilə əlaqədar sabaha olan hava haqqında məlumatı diqqətinizə çatdırırıq. Belə ki, bugün iyun ayının 23-üdür və sabaha olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyun ayının 23-dən 24-ünə keçən gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı, az çiskin olacağı ehtimal olunur. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 19-21 dərəcə isti, gündüz isə 24-26 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısa müddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-21 dərəcə isti, gündüz isə 28-33 dərəcə isti olacaq. Dağlarda isə gecə 7-12 dərəcə isti, gündüz isə 13-18 dərəcə isti olacağı proqnozlaşdırılır.